Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ali təhsil haqqında dövlət sənədlərinin duplikatının verilməsi qaydası təsdiqlənib. Xəbər verilir ki, bununla bağlı Baş nazir Ələsədov müvafiq qərar imzalayıb. Qərara əsasən bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda diplomanın müraciətinə əsasən elektron imza elektron sənəd haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun duplikatı verilir. Ərizəçi elektron kabinetə daxil olaraq diplomun duplikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən, o cümlədən təhsil müəssisəsindən əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir. Ərizəçi elektron kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.